Ya ay Allah, yine seninle. Yine tek. Bir taraftan başlıyorum bile yükselenmeye ki tek, ama görürüm ki axı bu tek değil. Tek değil. Ay Allah, gör neçə yüzlərlə adam baxır mənə. Deməli, pozdravleniyanı məndən götürür. Nəysə məndən götürür. Əlbəttə, onlar başqa yerdə də gedib otura Gəlirlər, bilərdilər. bəli, həmən yerə ki, harda ki mən çıxış eləyəcəm. Baxıram bu səhnə. Başa düşürsünüz, mikrofon əlimdə. Bir əlimdə şampan, bir əlimdə mikrofon. Yəni bu adətən nədir də, qaldırmalısan, onu vurmalısan. Bakalları bir-birindən. İşıq, gözəl libaslar. Yəni ki, əhval-ruhiyyət tam başqa. Yəni mənim ən gözlədiyim günlərdən, anlardan biridir. Və deyirəm ki, ay Allah, qurban olsun. Səhnə. Bu şamlar nədir? Yəni hər günmü sən şam yandırırsan? Hər gün, hər gün. Aha. Gecədən səhərə bir şam əriməlidir o heç. Və səhər gördüyümdə musiqi ilə açıram, o da heç. Televizora heç demiyorlar ki, bax. Evdəki olan, məsələn, televizor heç birinə baxmıyorum. Qızım baxır deyib, öz otağımda. Özüm haqqında çəkilən verilişləri də, məsəl üçün, nəysə mənə maraqlıdır. Çalışıram əvvəlcədən efir qabağı baxım. Baxıram kasetlər və kifayətlənirəm. Yəni televizor açılma, ancaq şam hər gecə işdən sonra mütləq. Çünki ışığı xoşlamıram, qaranlıq əriziyəm. O ışığı söndürüm. Və görürsünüz, otağımda yəni saat artıq necədir, bəlkə də gün çıxıb, bəlkə də Amma heç bilinmir. Bilinmir, çünki mən qaranlığı çox sevirəm. Və qaranlıq tərcih. Elə ona görə elə başımın üstündədir ki, mən aydan gəlmişəm deyir və demək olar ki, aylı bir gündə.